9-cu sinifin sınaq suallarının izahına davam edirik. 5-ci sınağın nisbətən çətin yaxud da diqqət tələb edən bir sualını işləyək. Yeni tipli suallardandır. Cədvələ əsasən biri doğru deyil. Belə cədvəllərdə əgər doğru deyil deyirsə, burada bizdən soruşulur ki, doğru deyil. Əgər doğru olmadığını soruşursa, biz birinci hissədən doğrudursa, ikincisinə yanlışı seçməliyik, düzgün cavab kimi. Birinci hissədə yanlışdırsa, ikinci hissədən doğrunu seçməliyik ki, biz düzgün cavabı tapaq. Əgər doğrudan doğru, yanlışdan yanlışdırsa, bu sualın cavabı olmayacaq. Elə bil sanki sözləri modal söz deyil, yanlışdır. Elə bil sanki sözləri bildiyimiz kimi modal sözdür. Amma burada yazılıb modal söz deyil, burada yazılıb yanlış. Bəli, doğrudur. Yəni hər ikisi yanlışdır, doğrudur. Olduqca maraqlıdır cümləsində ilk söz ədatdır. Bəli, olduqca sözü sifətin çoxaltma dərəcəsini düzəldən burada ədatdır. Bu da doğrudur. Doğrudur, bu da doğrudur. Amma bizim cavabımız deyil bunlar. Səhərədək oxumuşdu cümləsində qoşma var. Bəli, dək burada qoşmadır. Yönlük halına qoşulan qoşmadır. Bu fikir də doğrudur. Qarşısında da doğrudur yazılıb. Bu da bizim cavabımız deyil. Y bəndinə baxaq. Bu mənzərə çox gözəldir. Cümləsində ədat var. Burada da yenə çox sözü ədatdır. Sifətin çoxaltma dərəcəsini düzəldir burada. Doğrudur fikir. Qarşısında da doğrudur yazılıb. Bu da bizim cavabımız deyil. D bəndinə baxaq. Körpəcə uşaqlar sevinirdilər cümləsində ədat var. Körpəcə sözündəki cə digər cümlələrdə olduğu kimi sifətin çoxaltma dərəcəsini düzəldən ədatdır. Bu doğru fikirdir. Amma qarşısına yazılıb yanlış. Ona görə də bizim cavabımız D bəndidir. Çünki sualda da soruşulurdu ki, biri doğru deyil.